Deyəsən, bəziləri mənim son paylaşımımı yaxşı anlamadılar. Hamıya aid deyil, bəziləri amma fikir verdim ki, anlamadılar ki, mən nə demək istəyirəm. Yəni, məqsəd o deyil ki, sən kiminsə yanında olasan, kiminsə köləsi olasan, ya Amerikaya tərəf olasan, ya İrana tərəf olasan, ya Rusiyaya, ya Azərbaycana, ya Türkiyəyə. Məsələ orasındadır ki, ədalətin yanında olasan, haqqın yanında olasan. Və bugün Azərbaycanda və İranda, elə Türkiyədə də haqqın yanında olmayan, ədalətin yanında olmayan hakimiyyətlər dövləti ələ keçiriblər və xalqla heç cürə bunlar anlaşa bilmirlər. Əzdikcə əzirlər, əzdikcə əzirlər. Xalqın bütün ümidlərini, xalqın bütün gələcəyə olan fikirlərini, ədaləti, hər bir şeyi xalqın əlindən alırsınız. Sonra da hər hansı bir xarici dövlətin müdaxiləsi ilə hakimiyyət devriləndə başlayırsınız ki, bu insanlar hamısı filan kəsin tərəfindədir, filan kəsin tərəfindədir. Bəs İranda bugün baş verənlər ədalətli deyil, nə deyil? Bəs bu İranı bu 30 ildir, 40 ildir, 50 ildir, 60 ildir, 70 ildir, 100 ildir, 1000 ildir idarə edənlər dəyişdikcə heç biri o xalqla hesaplaşmır. O xalqın azadlığını, demokratiyasını, nə bilim, sosial durumunu, iqtisadi durumunu heç cürə təmin etmirlər. İstədikləri kimi əzirlər. Sonra da bunlar özləri əziləndə hər hansı bir xarici qüvvə tərəfindən deyirlər ki, hara aparılır, bunlar demokratiyanı bilmirlər nədir, nə bilim nədir. Bəs nə etməlidir bu yetim xalq? Sən durmadan öz xalqım dediyini əzəcəksən, sonra da onların əlindən bütün azadlıqlarını alacaqsan, onlar da hardasa bir işi gücü görəndə ki, qisas alınır. Heç azadlıq, demokratiya qalır hamısı bir tərəfdən, qisas alınır. Onda deyirsiniz ki, yox, bunlar hamısı Amerikanın uşaqlarıdırlar. Bəs necə olacaq bu? Neçə illərlə bu davam edəcək ki, siz anlayasınız ki, xalqlarla hesaplaşmaq lazımdır. Və sizin evinizin içində sizi bombalayırlar, öldürürlər. Və xalq da sevinir buna. Siz deyirsiniz ki, Amerika'dakileri görürsünüz ki, Amerika'da İran bayrağı, Amerika bayrağı, İsrail bayrağı, ya Avrupa'da, ya Kanada'da her yerde İranlılar. Hiçbir sual veren var mı özüne ki, bu milyonlarla İranlı niye gidip yaşayır bu Qərb ölkələrində? Niye öz ölkələrində bu firavan, bu dövlət sevər hakimiyyətlərin yanında kalıp yaşamırlar? Bu sualı özünüze verir misiniz siz? Ha? Hiç görün, hər hansı bir şərq ölkəsində, hər hansı bir qərb ölkəsinin bu qədər vətəndaşı qaçqın deyə yaşayır mı? Ha? Ha? Bak bu sualı özünüze verin, görün. Və bugün həmin o insanlar ki, evlərindən, eşiklərindən, vətənlərindən didərgin düşüblər. Onlar sevinir. Onlar üçün fərqi yoxdur. İranda demokrat, çünkü ümidlərinin hamısı kəsilib artıq. Hakimiyyət dəyişikliyi olacaq, diktatura yenidən qurulacaq. Bugün onların içində o yanan qisas hissi bəs eləyir onlara. Ki onlar vətənlərini tərk etməyə məcbur olublar. Bax bu Molla rejimindən yana, ondan da önə Şah Pəhləvi rejimindən qaçırdılar, qərbə qaçırdılar. Şah Pəhləvi devriləndə İranda Molla rejimi qurulanda da Şah Pəhləvidən qaçanlar sevinirdilər. Ama yine qayıtmadılar o İran'a. Çünkü hiçbir ümitleri yoktur o İran'a. Azerbaycan da onun günündedir, Türkiye de onun günündedir. Bak bu Avrupa'da yaşayan 10 milyon, 12 milyon, 13 milyon, 20 milyon, 30 milyon, 40 milyon Türk var. Hiçbiri de qayıtmayacak Türkiye. Çünkü Türkiye bunların hiçbir ümidi yoktur. Çünkü Türkiye'de yeni hakimiyet değişikliği olanda etrafına yığacak anti-Erdoğanları, Erdoğan'ın yanında olanları kaznitlemeye başlayacak. Çünkü Erdoğan da eyni şeyleri elədi, nə bilim, Gülənçilərin hamısını məhv etdilər. Bu şərq ölkələrində insan hakları bərpa olunmalıdır. Ondan sonra insanlar vətənlərini sevməyə başlayacaqlar və onun demokratik və azad olmasını düşünməyə başlayacaqlar.
İndi isə hamma hər şey qisasla. Qisas, 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 qisas. Çünki hakimiyyətə gələn marazmatiklərin hamısı xalqla hesablaşmırlar, xalqdan heç nə gözləmirlər, xalqı əzməklə məşğuldular. İnsanlar qaçır ölkədən, insanlar ölkədə həbsxanalarda yaşayır, insanlar ölkələrində rəzil vəziyyətdədirlər və ona görə də hər hansı bir bombalama nəticəsində kimlərinsə ölməsi nəzərə alınaraq belə olsa sevinirlər.